Salam əziz adrenalin sevərlər. Bugün urban adrenalinlə balans, sürət və təhlükəli dolu bir səfərə çıxırıq. Hazırsınızsa ekstremal idman növlərindən olan urban velosipedlə səyahət edirik. Uşaqlar, həqiqətən hər şey möhtəşəm idi. İstəyirəm öz velosipedləriniz barəsində qısaca da olsa məlumat verəsiniz. Salam, mənim adım Ayaz İskəndərli. Sürdüyüm velosiped Canyondur. Yəni 2 amortizator olduğuna görə xaricdən gətirilir bura, yəni çox baha qiymətə. Mənim adım Aydın Məmmədovdur. Mənim velosipedim Trekdir. Mənim velosipedim Enduro və Downhill növü üzrə dağdan eniş üçündür. Aydın, neçə ildir bu idman növü ilə məşğul olursan? Mən artıq 1 ildən çoxdur bu idman növü ilə məşğulam. 1 ildən çoxdur. Hər hansı bir kluba üzvsən, yoxsa necə? Mən Velo Federasiya üzvüyəm. Əla. Uğurlar arzu edirəm. Çox sağ olun. Mən Məmməli Toğrul. Artıq 4 ildir ki, Azərbaycan Velosiped Federasiyasında məşq eləyirəm. Mənim velosipedimdə tək amortizator var və onun funksiyaları daha azdır. Salam, mənim adım Səfər Səfərov. Artıq bu idman növü ilə 2 ildir məşğulam. Bu ildən başlayaraq peşəkar olaraq gedirəm. Mənim sürdüyüm velosiped BMX adlanır. Onda amortizator yoxdur, təkcə hərəkətlər üçündür. Uşaqlardakı kimi yox, mən ancaq hərəkətlər eləyə bilərəm. Mən Hacı Vəli, 2008 təvəllüdlüyəm, velosipedim 2007 təvəllüddür. Səndən 1 yaş böyükdür. Sumqayıt Velosiped İdman Klubunun üzvüyəm, qısaca Civic. Velosipedim qısa olduğu, 2 amortizatorlu olduğuna görə həm hərəkətlər üçün, həm də ki dağda, freeride cəhətdən digərlərindən üstündür. Mən İsmailov Kamal, Azərbaycan Velosiped Federasiyasının üzvüyəm. Mənim velosipedim Focusdur və əsas cross country və streetə görə istifadə edirəm. Əla. Uşaqlar, növbəti sualım olacaq sizə. Təşəkkür edirəm bu arada velosipedləriniz barəsində verdiyiniz məlumata görə. Bildiyimiz kimi, yəni bu idman növündə təkcə velosiped əsas önəm daşımır. Eyni zamanda həm psixoloji, həm də fiziki hazırlıq tələb edir. Yəni bir sözlə ürək, daha doğrusu rider dilində desə ürək lazımdır bu hərəkətləri eləməyə. Xüsusən ən çox təhlükəli məqamlardan biri hansı olur? Məsələn, dağdan düşərkən, eniş edərkən qabaq tormuz və ya arxa tormuzu bərk basanda aşmalar olur və bu aşmalar nəticəsində həyatınız demək olar ki, ölə də bilərsiniz və ya şikəst də qala bilərsiniz, lori dildə desək. Həm də ki, şərait olmadığına görə, daha doğrusu Azərbaycanda bu yolları özümüz düzəldirik. Yəni, burada uşaqlar demək olar, ən böyüyü 2008 təvəllüd, yəni düzəltdiyimiz yollar da o dərəcədə yaxşı olmaya bilir. Mənim üçün ən riskli zamanlar eniş eləyəndə birdən qorxu adama gəlir və orada qorxmamaq lazımdır. Yoxsa Yəni həm də balansı saxlamaq lazımdır burada. Əsas balansı saxlamaqdır. bəli, bəli. Mənim fikrimcə, rampalardan tullanarkən rol əldən çıxdısa, ondan çox qorxuram o anda yıxılmaqdan. Mənim fikrim belə hallarda sakit və panikaya düşməməkdir. Məndə ən əsas tormuzum olmadan ki, mənim velosipedimdə adamlara dəyməyimdir. Belə başqa risk yoxdur. Səndə Səfər ümumiyyətlə BMX velosipedlərində dağ yamaclarından tullanma olur, yoxsa Olur, tam dağ yamacları yox. Hələ yollar düzəltirlər ki, həm pakışkalarımıza düz uyğun gəlsin, rahat olsun deyə tullanaq, həm də yıxılmayaq deyə. Uşaqlar, bəs villərdə necə sürərkən
tullanışlarda hansı incəliklər vacibdir? Məsələn, qabaq qaldırarkən arxa tormozdan təmizləyirsiniz, özünüzü arxaya verirsiniz və tormozdan işlədirsiniz. Tormozu buraxsınız, arxaya yıxılasınız və beyniniz qırıla bilər o momentdə və ya qabaq tormozdan basanda preski qolunu gücdən bassaz, qabağa aşıb başınız partlaya bilər və ya Onu da deyim ki, qolunuz. ümumiyyətlə fikir verirəm hər birinizdə kaskalar sadəcə 1-2 nəfərdə var və yəni demək olar ki, urban velosipeddə təhlükəsizlik qaydalarına o qədər də istifadə olunmur. Yəni bu nəinki bizdə ölkələrdə, digər ölkələrdə də urban velosipedlə məşğul olan rayderlar bunlara əsas vacib önəm daşımırlar xüsusi təhlükəsizlik qaydalarına. Çünki onu belə deyim də, o taxdığımız kaskalar bizə o qədər də rahat olmur. Çünki bərk materialdan, məsələn, sinəkliklər falan olur. Onlar da heç o qədər narahat eləmir. Əlcək taxırız, əliniz tərləyir, sonra belə olur. Yəni trükları yerinə yetirərkən maneçilik törədir sizə Maneçilik olar. törədir. Ekstremal urban velosiped yarışları şəhərlərdə gənclər arasında böyük maraq doğurur. Bu idman yalnız parkda deyil, elə şəhərin özündə rampalar, pilləkən kənarları və dar keçidlər üzərində həyata keçirilir. Kadrlarda gördüyünüz adrenalin dolu hərəkətlər həm fiziki, həm də psixoloji hazırlıq tələb edir. Qorxu hissi ilə başa çıxmaq hər driverın əsas bacarığıdır. Ekstremal urban velosipedlə məşğul olarkən təhlükəsizlik birinci şərtdir. Gördüyünüz hər hərəkət saniyələr sürür, amma arxasında illərlə məşq və təcrübə dayanır. Uşaqlar küçələrdə istər elə hal-hazırda olduğumuz qış parkında və qış parkının arxa hissəsində gördüyümüz kimi skeytlər üçün xüsusi yerlər düzəldilib trüklər etmək üçün. Bəs velosipedlərə necə? Azərbaycanda velosipedlər o qədər də inkişaf etmədiyinə görə yerlər yoxdur. Yəni insan olmayan yerlərdə daha çox biz üstünlük veririk və özümüz yığışıb yarışlar falan keçiririk federasiya sayəsində. Amma kaş biz sevinərdik ki, MTB növü üzrə daha çox şərait olardı. Məsələn, skate parklar daha böyük artardı. Əvvəllər Dənizmolda skate park var idi və ora bağlandı. Və əgər ora təzədən açılsa və ya dağlarda, xarici ölkələrdəki kimi belə Veloparklar olsa, veloparklar, MTB parkları olsa, yəni çox əla olaraq. yəni bir sözlə də hal-hazırda yol kənarlarında olan velosiped zolaqları urban velosipedçiləri üçün əlverişli deyil. İstər trükləri yerinə yetirməyə, istərsə də müəyyən hərəkətləri göstərmək üçün. Veloparklar barəsində əlbəttə ki, bizə kömək olmurlar bu barədə. Biz sadəcə öz büdcəmizdən yığaraq, dost tanışlarımızı birimizə yığaraq, toplaşaraq öz şəraitimizi qurmağa çalışırıq. Bəs nə etmisiniz ümumiyyətlə? Velopark nəsə bir şey düzəltmisiniz, yoxsa necə? Məsələn, əsasən Telegüllə deyilən bir var. Telegüllənin yanında bizim üçün özümüzün hazırladığı, yəni Bakı uşaqlarının hazırladığı, mən Sumqayıtdan gəlib kömək eləməmişəm əlbəttə ki, amma çox sağ olsunlar, Podisəndəki yarış üçün gəlib kömək eləmişdim. Bakı uşaqları çox sağ olsunlar, Sumqayıtdakı trekimiz üçün kömək eləmişdilər. Sumqayıtda düzəltmişdilər, yoxsa necə? Yox, Telegüllə ərazisində olan yerdə. Sumqayıtda da bizim trekimiz var, biz özümüz üçün hazırladığımız fərqli rampalar var. Belə, biz Telegüllərdən təxminən 1 kilometr məsafəli düz yol hazırlamışıq. Bu enişli, düşüşlü, riskli, rampalı, fərqli çətin maneələrdir. Bəs bunu təhlükəsizlik baxımından necə? Hansı tədbirlər görürsünüz təhlükəsizlik baxımına görə? Təhlükəsizlik baxımından belə deyə bilərəm. Ora elə bir yerdir ki, ora biz yıxılsaq, bizə nəsə olsa, təcili tibbi yardım çağırdıqda ora gələ bilmir. Yəni biz bunu düşünərək ora getməliyik. Bizim inkişafımız üçün bu vacibdir ki, biz bunları eləyək. Amma yanımızda məsələn bəzi tibbi avadanlıqlar olur. Əlbəttə olur bəzən. Lazım oldu məsələn, oranı hazırlarkən çox da istifadə eləmirik. Amma əgər riskli enişlərdə biz yanımızı məcburuq ki, götürək. Məsələn, kaska düzdür, narahat edir, amma bizim təhlükəsizliyimiz üçün bunlar vacibdir ki, məsələn, mən yıxılmışdım yarışda və çənəm yerə dəydi. Kaska olmasaydı bəlkə çənəm pis vəziyyətdə qalmışdı. Sinə qoruyucum olmadığına görə sinəm yerə dəydi, əzildi və 3 ay ərzində nəfəs ala bilmədim düzgün şəkildə. Ona görə də sırf məndən sizə məsləhət,
İstər öz aranızda keçirdiyiniz yarışlar, istərsə də belə yarışlarda, baxmayaraq ki, urban velosiped növüdür bu, amma yenə də təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etmək lazımdır. Çünki siz müəyyən trüklər yerinə yetirirsiniz və bunlar həqiqətən də biz gördüyümüz kimi təhlükəli trüklardır. İstər dağ yamacı olsun, istər pilləkənlərdən rampalar olsun. Yəni ona görə təhlükəsizlik tədbirləri çox vacibdir. Bu velosipedləriniz sizdən veriş arasında soruşanda müəyyən məbləğlərdir biz. Həqiqətən də çox böyük bir məbləğlərdir bu velosipedləri almaq üçün çox böyük məbləğlər lazımdır. Bəs ucuz məbləğdə olan adi mağazalarda satılan velosipedlər necə? Onlarla bunun arasında hansı fərqlər var? Onların materialında, rahatçılığında, amortisasiyasında çox böyük bir fərq var. Yəni sadə gözlə belə izah eləmək olur o fərqləri. İndi belə deyim sizə. 200 manatlıq velosipeddən biz gedib tullana bilərik, amma bunun bir ömrü çox qısadır. Yəni düzgün texnika ilə tullansaq, ən azından ömrü artırmaq olur. Bu hər bir velosipeddə belədir. Amma yenə də onun ömrü bizim velosipedlərə nəzərən daha az olur. Bizim velosipedlərdə 2 amortisator olduğuna görə və ya fərqli HFT-lar, tək amortisator olduğuna biz düzgün texnikada tullanmasaq belə, onların materialının keyfiyyəti davamlılığına kömək olur. Yəni bu da ki, büdcədə fərqi göz önündə bulundurur. Uşaqlar, ekranda həqiqətən də etdiyiniz hərəkətlər çox mükəmməl və səlis görsənir. Amma siz də bilirsiniz ki, ekran arxasında bu hərəkətləri səlis yerinə yetirmək üçün çox yıxılmısınız. Kimin həyatında daha böyük yıxılma olub? Mən məsəl üçün funikülör plekanlar var. Mən oradan transfer atdığım zaman külək vurmuşdu. O da öz səhvimə görə ki, külək vurduğu zaman mən orada hoppardım. Yəni bir plekandan opsi plekana prolyotka deyirlər. Orada hoppananda mən külək vurmuşdu və mən yıxılmışdım. İndi amma sənə gülməli gəlir bu. Hə, gülməli. Həqiqətən. Kimdə necə olub? Daha hansı yıxılmalar olub? Məndə də Məndə fərqli yıxılmalar olur. Yəni sadəcə bir dəfə yıxılmamışam, çox yıxılmışam. Yəni bu da ki, ağır yıxılmalar olub çoxu. Məsələn 2 metrlik yerdən üzüstü aşağı yıxılmışam, torpaqdan atlanmaq istərsən, təkərim sürüşüb və beləliklə də özümü qorunmasaydım, orada çox böyük bir faciə ilə qarşılaşa bilərdim. Yaxşı ki, olmuyor. Kaska taxsaydım məsələn, mən orada özümü qorudum və velosiped başıma düşdü. Amma kaskam olsaydı, məndə başımda heç bir zədə almayacaqdı. Olardı da, niyə kaska taxmamışdın həmin vaxt? Biz velosipeddən tullanarkən, hər hansı bir təhlükə qarşısında olarkən biz yıxılacağımızı düşünmürük. Biz düşünürük ki, bu hərəkəti edəcəyik. Bu da bizim üstün cəhətimiz. Özünüzə əminliyinizdən də gəlir. Əlbəttə. Amma bu düzgün bir şey deyil əslində. Məsələn, Kamalın dediyi kimi funikülör pilləkənlərdə mən velosipedim əvvəlki velosiped zəif olduğuna görə arxa təkərim çıxıb və qabağa açmışdım. Bu momentdə barmağımın dırnağı qopmuşdu və başımda zərbələr alınmışdı və ayağımda burxulmuşdu. Ayaz, bayaq Əli deyəndə ki, biz bu hərəkətləri yerinə yetirərkən düşünmürük ki, yıxılacaq. Yəni əminik ki, özümüzdən bu hərəkəti edəcəyik. Ona görə məsələn ola bilər bəzən yıxılırıq. Sən də dedin ki, egomuz var. Bəli, egomuz bizim həddindən artıq çox olur. Yəni adrenalin qorxusu siz necə? O yoxdur. Əvvəllər məsələn oradan tullanamırdıq. İndi oranı tullananda məsələn cürbəcür havada hərəkətlər edirik. Bu da növbəti yeni hərəkətlər ortaya çıxarır. Təbii ki də. Bir suala cavab vermək istəyirəm. Oturduğumuz dostlarda federasiya var. Məsələn, onlar MTB sürdüyü üçün onların öz federasiyası var. Məsələn, bizim ölkədə BMX sürən belə professional təkcə mənəm. Təkcə biz gedirik. Biz federasiyanı istəyərdik ki, bizə də köməklik olsun. Biz indi hazırlaşırıq Almaniya üzrə Azərbaycanı təmsil etməyə. Fevraldan Almaniyada yarışlara keçəcəyik. Bu urban velosiped üzrədir. BMX velosipedi üzrədir. Hə, sırf BMX velosiped üzrə. Fevral ayından sonra Almaniyaya gedirik, Azərbaycanı təmsil etməyə yarışlara. İstəyərdik ki, görək bizdən də sonra uşaqlar bu idman növü ilə məşğul olsun. Bu idman növü üçün məşğul olmaq üçün də bizə parklar lazımdır. Heç kimə zədə görməsin, hamı rahat hərəkətlərini öyrənə bilsin. Məsələn, belə şeylər də var. Səfərin idarə elədiyi velosiped BMX velosiped. Böyüklərin sürdüyü kiçik velosiped deyirik. Həqiqətən kadrlarda da gördüyünüz kimi o velosipedlər çox kiçik velosipedlərdir. Kiçik həcmdədir, amma bunu sırf istər həcmcə böyük olsun, istər yaşca böyük riderlar idarə edirlər. Məsələn, bayaq Səfərin dediyi kimi federasiya kömək olur, amma federasiyanın burada köməyi yəni o qədər də çox deyil də, yəni. Çünki federasiya yəni köməyi var, səhv demirəm. Amma beləsə desəm,
texniki vasitələr azdır Azərbaycana. Yəni gəliş velosipedi yoxdur. Bu velosiped məsələn xaricdən gətirilir bura, yəni çox baha qiymətə. Amma belə mən federasiya bunu əslində digər ölkələrdə məndən tutaq ki, mən 13 yaşındayım, 13 yaşda Azərbaycanda məndən yaxşısı yoxdur. Və federasiya bu cəhətdən bizə verməli idi bu velosipedləri ki, biz rahat sürək. Məsələn, Tahir Azərbaycanda 16 yaşda ən yaxşı sürənlərdədir. Onun sürdüyü velosiped yəni o qədər də yaxşı deyil. Amma inşallah bəlkə gələn illərdə alacaq. Bəs Tahir, sürdüyün velosiped tutaq ki, hər hansı bir ehtiyat hissəsi qırıldıqda, o ehtiyat hissəsini necə əldə edirsən? Ancaq xaricdən. Yəni burada yox. Almaniyadan xeyli yox. Sifariş etdiyin ölkədən yenidən ehtiyat hissəsini sifariş verə bilirsən. Bəli. Bir ay ərzində gəlir mənə. Bəs hər hansı böyük bir tədbirlərdə iştirak eləmisən? Böyük tədbirlərdə Və ya iştirak etmək istəyirsənmi? olar, yaxşı olar. Bunu bildirmək istəyirəm ki, bizim köməyimizə sadəcə Bakıda yox. Məsələn, Azərbaycan fərqli şəhərlərində, məsələn, ikinci şəhər olaraq Sumqayıtda bizim köməyimiz olsalar yaxşı olar. Məsələn, skate parklar sadəcə Bakıda yox, Sumqayıtda da tiksələr daha yaxşı olar. Məsələn, sadəcə Bakıda tiksələr, hər bir uşağın şəraiti yoxdur ki, Sumqayıtdan Bakıya gəlsin. Yəni, biz avtobus sayəsində gəlir, amma hər bir avtobus icazə vermir. Velosipedləri oraya yerləşdirəsən. Bəli. İstər avtobus, istər digər nəqliyyat vasitələri, yəni bildiyimiz kimi velosipedlərin yerləşdirilməsi və yaxud da velosiped yox, digər əşyaların yerləşdirilməsinə, iri həcmli əşyaların yerləşdirilməsinə imkan vermir. Bu da arzu olunandır ki, istər Sumqayıt, istərsə də ölkəmizin digər regionlarında velosiped həvəskarları, adrenalin həvəskarları üçün xüsusi istər veloparklar olsun, istər skate parklar olsun, onların tikilməsi baş versin. Çox gözəl olur. Bugün iki təkərin üzərində şəhərin ritmini hiss etdik. Ekstremal urban velosiped sürət, texnika və balans deməkdir. Növbəti buraxılışlarda sizi ekstremal və urban idman növlərinin yeni trükları gözləyir. Mən Absalam, görüşənədək.